Hər vaxtınız xeyir olsun, dəyərli dinləyicilər, eləcə də izləyicilər. Mən Xanlar Metiyevin təqdimatında Gündəm Qarabağ verilişini dinləyirsiniz. Ölkədə çox mühüm bir forum keçirilir, enerji forumu keçirilir və Azərbaycan növbəti dəfə möhtəşəm bir tədbirə ev sahibliyi eləyir. Elə sözü çox uzatmadan istəyərdim ki, bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayevlə danışaq. Hər vaxtınız xeyir Cavid müəllim. Hər vaxtınız xeyir, şadam sizi eşitməyə. Təşəkkür edirəm Cavid müəllim. Cavid müəllim, ümumiyyətlə bu sərginin, bu forumun, bu tədbirin Azərbaycanda keçirilməyi Azərbaycana nə verəcək? Bilirsiniz, belə tipdə olan tədbirlərin Azərbaycanda keçirilməsi, Azərbaycanın nailiyyətlərinin təqdim olunması və eyni zamanda müəyyən mövqeyimizin aşkar şəkildə bəyan olunması anlamına gəlir. Belə ki, bilirsiniz ki, Azərbaycan uzun müddətli Avropanın enerji təhlükəsizliyinə əsaslı dəyər verir, töhfələr verir və o baxımdan bu qəbildən olan tədbirlərin keçirilməsi Azərbaycanın ilk əvvəllər neft və qaz ölkəsi kimi mövqeyini bildirdiyi halda bugünkü tədbirlər artıq bu enerji transformasiyasının da bildirlərindən biri kimi Azərbaycanın regionda mövqeyini bəyan etmək baxımından çox önəmlidir. Bu məsələnin bir tərəfidir. Digər tərəfdən isə əlbəttə investorların cəlb edilməsi və Azərbaycanda formalaşmış münbit investisiya şəraitinin də təqdim edilməsi üçün çox maraqlı platformalardan biridir. Təbii ki, texniki və texnoloji irəliləyişlərin müzakirəsi baxımından da və təqdimatı baxımından da bu qəbildən olan tədbirlər çox xüsusi əhəmiyyət kəsb edir. Cavid müəllim, Qarabağa yatırım eləmək istəyən şirkətlərin biz dünən xəbərlərini oxuduq. Dünən bir neçə bilirsiniz ki, müqavilə imzalandı. Onlar deməli işğaldan azad olunmuş ərazilərdəki stansiyalarla da bağlı idi. O cümlədən Enerso Cəbrayıl və Clean Energy Cəbrayıl şirkətləri ilə hər birinə 50 megawatt günəş elektrik stansiyasının inşası ilə bağlı enerji alqı-satqı müqaviləsi, şəbəkəyə qoşulma müqaviləsi imzalandı və bu da bildiyiniz kimi Qarabağımızda reallaşdırılan və onun yaşıl enerji zonası elan olunmasından irəli gələn konsept üçün çox önəmli addımlardan biridir. Bu qəbildən olan sənaye miqyaslı layihələrin həyata keçirilməsi, eyni zamanda da dünən artıq yeşun investisiya qərarı bütün şəfəq stansiyası ilə bağlı elan olundu. O da bilirsiniz ki, Cəbrayıl ərazisində yerləşir. Bunlar təbii ki, Qarabağın yaşıl enerji zonasına çevrilməsində çox önəmli mərhələlərdir və önəmli addımlardır. Ümumiyyətlə maraqlı olan bilirsiniz nədir Cavid müəllim? Qarabağın ölkədə enerji sahəsinə verdiyi dəyər hansı səviyyədədir və bu tədbirdə onun təqdimatı necə getdi? Bilirsiniz ki, bizim su ehtiyatlarımızın təxminən 25%-i işğaldan azad olunmuş ərazilərdə formalaşır. O baxımdan əlbəttə Qarabağın hidro potensialı çox böyükdür və bu potensialın reallaşdırılması baxımından dünən o təqdimatlarda da məhz həmin istiqamətlərdə ciddi işlər təqdim olundu. Bugünkü bizim forum davam edir o tədbirlə bağlı və həmin forumda da bu istiqamətdə olan müzakirələr olacaq. Bilirsiniz ki, bunlar kifayət qədər önəmli məsələlərdir və onlar öz əks sədasını verəcək. O baxımdan ki, bu layihələr belə deyək, kifayət qədər böyük kapital qoyuluşlu layihələrdir və işğaldan azad olunmuş ərazilərdə belə layihələrin reallaşdırılması həm regionun dayanıqlı inkişafı baxımından, həm belə deyək, regiona marağın artması baxımından çox önəmlidir və bu mesajlar net şəkildə Bakı Enerji Həftəsində veriləcəkdir və bu proses davamlı şəkildə gedir.
Cavit müəllim, sonuncu sual bilirəm ki, ordasınız, hazırda tədbirdəsiniz və bizə zaman ayırdığınız üçün xüsusi təşəkkür edirəm bir daha. Ümumiyyətlə yatırım eləmək istəyən şirkətlər çoxdur, amma biz onları seçməliyik, baxmalıyıq, hansı bizim maraqlarla üstə toqquşur və həqiqətən də bizi istəyən şirkətlər olmalıdır. Amma bununla paralel biz digər bizi istəyən şirkətlərə şərait yaratmalıyıq ki, orada gəlsinlər, investisiya qoysunlar. Ümumiyyətlə bu proses necə həyata keçirilir? İnvestisiyanın cəlbi. Təbii ki, bütün bu prosesdə deməli kifayət qədər müqayisəli və belə deyək, rəqabət qabiliyyətli prinsiplər əsasında həyata keçirilir. Təbii ki, bağlanan bütün müqavilələr və investisiya müqaviləsi bağlanan bütün şirkətlər tam şəkildə Azərbaycana zəruri olan və Azərbaycanın irəli sürdüyü şərtlər daxilində bu prosesə cəlb olunurlar. Bunlar bir mənalıdır və hətta bu şərtləri ödəyən geniş spektrdən iqtisadi cəhətdən ən səmərəliləri seçilir və onlarla fəaliyyət qurulur və onlar investisiya yatıraraq bizim Qarabağımızın inkişafına töhfələrini verirlər. Yəni bu bir neçə mərhələli belə deyək seçim prosesidir və siz dediyiniz meyarlar təbii ki, orada ən əsas meyarlardandır və bununla yanaşı tədbirən öndə duran məsələ Azərbaycanın milli maraqları və iqtisadi səmərəlik prinsipləridir ki, onlar da bir mənalı olaraq bu seçim prosesində əksini tapar. Çox təşəkkür edirəm Cavit müəllim. Mən təşəkkür edirəm, çox sağ olun. Sağ olun. Uğurlar arzu edirəm. Bilirəm ki, işiniz çoxdur və qeyd etmək lazım idi ki, bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavit Abdullayevlə biz danışdıq. Çünki bilirik ki, ölkədə enerji forumu keçirilir və çox möhtəşəm şəkildə bu tədbir təşkil edilir. Dünən elə sevindirici xəbərləri aldıq ki, Azərbaycanda, sırf Qarabağda investisiya, yatırım eləmək istəyən nə qədər xarici şirkətlər var, başqa ölkələrdən, Belçika olsun, digər ölkələrdən olsun ki, yatırım eləmək istəyirlər. Bu da təbii ki, Azərbaycanın necə güclü dövlət olduğuna bir daha sübut edir. Çünki investisiyanı adətən güclü ölkələrə, stabil ölkələrə, sakit ölkələrə, dinc şəraitdə yaşayan ölkələrə yatırım eləyirlər və ona görə də Azərbaycana bu qədər yatırım eləmək istəyənlərin sayı artdıqca da bizi olduqca sevindirir. Çünki Azərbaycan günü-gündən güclənir və Qarabağda təbii ki, bu sahədə demək olar ki, artıq lokomotiv ərazilərimizdən birinə çevrilib ki, demək olar ki, beynəlxalq layihələr Qarabağda icra edilir. Elə Cavit müəllimin də dediyi kimi. Bizim isə çatdıracaqlarımız bu qədər idi. Siz isə bizi dinləməkdə, eləcə də izləməkdə davam edin. Sağ olun, salamat qalın.